Qur'an-ı Kərimdə adı çəkilən 11 qadın. Qur'anda birbaşa və ya işarə ilə bir neçə qadının adı çəkilmişdir ki, onlarla tanış olaq. Birinci, Həvva. Həvva, Həzrət Adəmin həyat yoldaşıdır ki, ilk xəlq olunan qadın olmuşdur. Sizi bir nəfsdən, möcüzəvi yolla gildən yaradılmış Adəm adlı ilk insandan və Adəmin yaradılışı ona oxşar olan Həvva adlı bir fərdlə evlənməsindən və bu ikisinin nəslinin törəyərək artmasından yaradan odur. Ənam 98. İkinci, Fironun həyat yoldaşı Asiya. Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi. O zaman o demişdi: Ey Rəbbim, mənim üçün öz yanında, öz cəlal və rəhmətinin yaxınlığında, cənnətdə bir ev tik. Mənə Firondan və onun əməlindən nicat ver. Məni zalım qövmdən, onun sarayındakılardan və millətindən qurtar. Təhrim 11. 3. Sara. Həzrəti İbrahim Peyğəmbərin həyat yoldaşı. Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, sirli qonaqlar mələk çıxdıqları üçün sevincindən güldü. Hud 71. 4. Həzrəti Musanın anası. Sənin nicatın barəsində lazım olanı ananın qəlbinə ilham etdiyimiz zaman ona ilham etdik ki, onu bir sandığa qoy və onu dənizə at. Sonra bizim əzəli istəyimiz belə oldu ki, gərək dəniz onu mənim və onun düşməninin götürməsi üçün sahilə atsın. Taha 38-39. 5. Həzrəti Şüəybin əleyhissalam qızı Safura. O iki qadından biri dedi: Atacam, onu muzla işə götür. Çünki bu güclü və etibarlı adam. Muzla tutduqlarının ən yaxşısıdır. Qəsəs 26. 6. Həzrəti Zəkəriyanın həyat yoldaşı. Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq və qocalmış, əvvəldən qısır olan zövcəsini də cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə onun üçün doğmağa layiq etdik. Ənbiya 90. 7. İmranın həyat yoldaşı Həna. Yada sal, o zamanı ki, İmranın zövcəsi dedi: Ey Rəbbim, mən sənə nəzir etmişəm ki, bətnimdə olan azad olsun. Hər bir məşğuliyyətdən azad olaraq Beytül Müqəddəsdə xidmət etməyə məxsus olsun. Odur ki, məndən qəbul et. Ali İmran 35. 8. Həzrəti Əyyubun həyat yoldaşı və ona dedik: Zövcəni ədəbləndirmək barəsindəki anda vəfa etmək üçün bir dəstə çubuq götür və onunla yavaşca zövcəni vur və andını pozma. Doğrudan da onu səbirli gördük. Necə də gözəl bir bəndə. Həqiqətən o bizə tərəf çox qaydan idi. Saat 44. 9. Bilqeys, Səba xalqının padşahı. Həqiqətən mən onlara, Səba əhlinə, hökmranlıq edən bir qadın gördüm. Ona padşahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır. Nəml 23. 10. Həzrət Məryəm. Ha belə öz namusunu, iffətini qoruyan İmran qızı Məryəmi də məsəl çəkdi. Biz ona öz ruhumuzdan, bizim iradəmizlə vücud tapan ruhdan üfürdük. İsa onun bətnində yarandı. Təhrim 12. 11. Həzrət Fatimə. Və onlar yeməklərini özlərinin ehtiyacı olub çox, istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər. Onlar həm dildə, həm də qəlbdə deyərlər: Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik. Həqiqətən, biz öz Rəbbimizdən çox sərt, olduqca çətin, dəhşətli və üzlərin tutulub qaralacağı gündən qorxuruq. İnsan 8-10.